Qaya, heyran qaldı cümlə cahan, zəfər çalı Azərbaycan. Şimşək kimi çaxa-çaxa, yol aldılar Qarabağa, vuruşaraq Ərdaxa, əsr savaş gördü meydan, zəfər çaldı Azərbaycan. Mən Şuşayam, Əsgər atası. Ulu yaradandan imdad istərəm, əsən kürəklərdən qanat istərəm, bir oda istərəm, bir ocaq istərəm, könüllüm sinəsi, əskər atasıyam. Qəlbim yanası. Toparla, qəşəng deyil. Bir də başqa bir. Ulu yaradandan imdad istərəm, əsən kürəklərdən qanat istərəm, bir od istərəm, bir ocaq istərəm, könüllüm sinəsi, əlin yatası, əskər atasıyam, əskər atası, dizinin xatası dizmə gəlsin, gözünün qadası gözümə gəlsin, gələrsə qol mənim özümə gəlsin, çoğun boranı, qəlin xatası, əskər atasıyam, əskər atası. Canlısın. Hayat devam etmektedir, zaman hızla geçmektedir. Geleceğe yöneltilir, bölgünleşsin esen kaldır kadınları. Başı gördüğün için doğulmasın, travmalar uyumasın, baylarımız yıkılmasın. Size yesin yok, yerine nurlar, tekrar doğar kesinlikle. Oh Allah the Almighty, protect me and guide me. Oh, to your love and mercy. Ya Allah, don't depart me. Mən üçüncü rəngəm, Yasin rəngəm, İslamlığın rəmzi. Aykara İslam dini rəmzidir və Türk xalqlarının simvoludur. Əskər ifade Azərbaycan sözü 8 hərflə yazıldığı üçün mutlu 8 gülşəlidir. Bir üstə səbəbi rəmzi. Zəfər güllərini dövr qədimdən bayraq şahında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. Harada əcdadımın ayaq izi var, bu zəfər bayrağı orada dikərsin. Keçdiyi yerlərdə dağlar, yamaçlar, onun huzuruna salama gəlsin. Tarixdən qədimdir, zamandan qoca, mənim bayrağıma sancılan hilal, aləmə nur saçdı tarix boyunca, məbədlər başına tac olan hilal. Daim ucalasan, savaş yürürlə, əskər silahıyla səni tən görüm, yalnız zəfər çalmış şəhid ölümdə, sənin alqış üzrə ilə görüm. İyice açıldı. İlhamlı zafere aparan yolda bayrağımız Şuşa'ya da sancıldı.
Ve bir gün oldu halkın milletin ve benim remzi Harun Bülbülü. Hılas etti seni Azerbaycan kızı. Gazı servefeni, gazı efendi. Bütün dünya gelenekten barışır. Güzel, seven, ağlamak yarışır. Sevmek bağlamda yetişirsin, canına güzel düşen çiçeksin. Başka hiçbir anne gelme, yeşermezsin. Güzel saksıda bağlama, belki sen şu şair bir kimseye değişmezsin. Sen şu şair bir kimseye Günleri, güzel günleri bayram ağababası ölkəmizin dörd bir yanında qeyd olunur. Bu zəfəri bizə yaşadığımız bizim şəhidlərimiz biz hər zaman dedik. Vətən müharibəsinin iştirakçılarıdır. Xalqımızın birliyi, bərabərliyidir ki, 30 illik əsrdə son qoyuldu. 20 faiz torpaqlarımız işğaldan azad olundu. Günü bu gündə bizim dünyanın dörd bir yanında bizim Cənab Prezidentimizin çıxışı həqiqətən bizə heyrətləndirir ki, dünyanın dörd bir yanında Azərbaycan adı çəkilir, Azərbaycan bayrağı bağlanır. Nə xoş bizlərin halına, bayram münasibətinə də sizləri təbrik edirik. Biz komandamız adına, məktəb layihəsində uğurlar arzulayırıq. Gözəl bağlar, gözəl çıxışlar elədilər. Baxırsan ki, hamısı hazırlanmış bir şeydə əziyyət, zəhmət tələb edir. Onlara da uğurlar arzulayırıq. Bizim şehitlerimize göre çok gurur verici bir şehitlerimizin günüye bugün biz torpaqlarımıza azadı gidebiliriz ve Ali Başkomandanın ve bizim sizin gibi gazilerin ve Allah şehitlerimize rahmet eylesin şehitlerimize göre bugün biz çok azad ve serbestlik.
Buna görə mən sizə şəhidlərimizə Allah rəhmət eləsin, sizə də öz təşəkkürümü bildirirəm. Siz çox əziyyət çəkmisiniz. Bunların hamısı məlum məsələdir. Şuşa məsələsi dünyada bəlkə də ilk yazılan bir hərbi sistemi olubdur ki, o formu deməli Şuşanı biz işğaldan azad eləmişik. Ali Baş Komandanımız hörmətli cənab İlham Əliyevin xarici daxili siyasəti, onun öz siyasətinin nəticəsində deməli biz o da sizə çox böyük, deməli hamımıza əsas bizim xarici siyasətimiz və sizin öz cəsurluğunuz bizə çox kömək olub. Allah sizə can sağlığı versin. Mən sizə Allahdan can sağlığı arzu edirəm. Arzu edirəm ki, həmişə belə qürurlu olun. Bizim xalqımız çox qürurlu xalqdır. Çox qürurlu xalqdır. Oldu, qürurlu oldu. Bəli. Sağ olun, var olun. Sizlərə bir də yenə Allahdan can sağlığı arzu edirəm. Sağ olun. Bu burada Rafik müəllim daha geniş məlumat verər. Mən ümumi qısa məlumat verərəm. Məktəbimiz 2003-cü ildə Rafik müəllimin təşəbbüsü ilə Rafik müəllimin şəxsi vəsaiti hesabına ilk təməli qoydu. Bu korpus Rafik müəllimin özü öz şəxsi vəsaiti hesabına tikdirir. Sonra cənab prezident də dəstək verib ikinci korpusu tikdirməyə kömək edib. Ona görə indi bu açıldı ilə bu arada Rafik müəllimə də təşəkkür edirəm ki, bu şəraiti bizə yaradıb. Sonra ikinci bu Zəfər günü münasibəti ilə mən birinci Qarabağ qazisi olaraq 44 günlük müharibədə sizin fəaliyyətinizi qiymətləndirmək mümkün deyil, dəyərsizdir. O günləri mən yaşadığım üçün mən sizin yaşadıqlarınızı daha tez başa düşə bilirəm. Sizlərin bu şagirdlərlə görüşü böyük önəm daşıyır. Biz neçə illərdə çalışmışıq ki, biz o şagirdləri vətənpərvər ruhda tərbiyə edək, torpaq nədir, vətən nədir, ana nədir, aşlaya bilək. Müəllimlərimizin də zəhməti çox olur. Amma siz qazilər, müharibə iştirakçıları deyəlir, öz yaşadıqlarını onlarla görüşəndə onlar daha əyani şəkildə onları görürlər, təsvir edirlər. Allah şəhidlərimizə rəhmət etsin. Siz qazilərimizə can sağlığı versin. İlk növbədə sizin sağlamlıqlardır. Biz də başımızın üstündə qara bulud olmasın. Yəqin ki, hər hansı bir qara bulud olsa, siz qazilər yenə birinci sırada dayanırlar. Allah sizi qorusun. Sağ olun. Siz bizim başımızı uca elədiniz, bütün anaların başını uca elədiniz. Bizləri necə deyim, bilmirəm onu necə ifadə edeyim ki, biz necə baş aşağı idik, biz artıq başımızı dik tuturuq inşallah, vətən torpağına görə inşallah. Biz o anaların da qarşısında baş əyirik ki, sizin kimi qəhrəmanlar, belə şəhidlər verdilər və onların analar yetişdir. Bu anaların da qarşısında baş əyirik. Bugün sizin bura gəlişiniz bizim şagirdlər üçün böyük önəmi var və onlar da görür ki, vətən uğrunda döyüşənləri, vətəni azad edənləri, vətənin qədrini bilənlərin xalq da qədrini bilir və onları inşallah ki, biz heç vaxt unutmayacağıq şəhidlərlə bərabər. İnşallah Azərbaycan xalqı yaşadıqca şəhidlərimiz də yaşayacaq, qazilərimizdə də hörmət olacaq. Bizim məktəbimiz Xəzər rayonunun 33 saylı məktəbidir. Çox az bir yaşı var məktəbimizi. Ancaq biz çalışmışıq ki, həmişə məktəbimiz öz fəaliyyəti ilə, qəbulları ilə, həmişə qəbul faizi ilə irəlidə olubdur. Yəni, Bakı şəhər üzrə həmişə öndə gedən məktəblərdən olubdur. İnşallah bundan sonra da davam edəcək. Bizdə həm də bu təhsil almaqla bərabər biz bugünə qədər tərbiyə daha çox önəm vermişik. Məktəbimizdə bu tərbiyə işi çalışmışıq ki, yerində olsun. Çünki hamımız bilirik ki, insan oxuyan müəllim də olar, həkim də olar, alim də olar, ancaq yaxşı insan olmaq, cəmiyyət üçün yararlı bir insan olmaq daha önəmlidir. Və yəqin ki, sizlər də o insaniyyətli bütün cavanlarda,
askerlerde, hamında olmalı, bugünkü gün bak burada siz de gelip başuca oturasınız biz de. Çok sağ olun. Evet, Şimdi bizim akt zalımız yoktu, ona göre de mektebimizde biraz məhdudiyet var. Ləman müəllimə də çox sağ olsun, ona da minnətdarız. Bizim məktəbimizdə də qazilər, şəhidlər var. Orucu bizim məktəbin şagirdimiz. Əlavə də bizim qazilərimiz var. İndi bu gün Ləman müəllimə sizləri dəvət edib, biz onları həftənin 5-ci günü olan tədbirə inşallah çağıracağıq. Allah bütün hamımız bizim fərqi yoxdur. Məktəbimizin olan da olmayan da, Azərbaycanlı, hətta belə Azərbaycanlı olmayıb gəlib bizim torpağın uğrunda az da bir fəaliyyəti olan hamı bizimkidir. Sağ olun, Allah sizin canınızı sağ eləsin. Bir daha deyirəm, xoş gəlmişsiniz. Allah sizin canınızda nə ağac varsa hamısını Take so long.
olanda heç bir qüvvə onu məğlub edə bilməz. Zəfər bizimdir, zəfər Azərbaycandır.